Cümə axşamı bizi yasa qərq edənlər haqqında bu qədər. Qaldı Sabah klubu. Çempionlar Liqasındakı təmsilçimiz debüt etdiyi ali klub turnirində tarix yazaraq gedir. İndiyə qədər heç bir Azərbaycan klubu Çempionlar Liqasında debüt mövsümündə siftə etdiyi ildə ardıcıl 2 mərhələ keçməyib. Sabah bunu bacaran ilk klub oldu. Dambrauskas dediyi kimi də etdi. Kupsu Finlandiyada lazımınca zərərsizləşdirib turu adladı. Sabah bunu son mövsümdə aparıcı fiqurlarına olan Maludasız etdi. 21 yaşlı Fransız artıq Bazel'in oyuncusudur. Sabah 250 min avroya aldığı Maludanı 12 dəfə baha qiymətə 3 milyon avroya İsveçrələrə satmaqla bu işdən xeyli gəlir götürdü. Uğurlu seleksiya hər zaman qazandırır. Sevindirici haldır ki, Qarabağın, Sabahın oyuncuları samballı pullara, Avropada tanınan köklü klublara gedirlər. Özü də Qarabağın Kamilosunu, Andradesini Avropa oyunlarında görüb bəyəniblərsə, Maludanın Sabahla Avropada çıxışı cəmi Teneyeslə 2 oyun olub. Vəssalam. Demək ki, Azərbaycan Liqası da artıq samballı klubların maraq dairəsindədir. Və bu liqanın çempionu Sabah artıq UEFA Konfrans Liqasının əsas mərhələsində yerini təmin edib. Hələ növbəti mərhələdə Danimarka çempionu Orhusu da keçərsə, minimum Avroliqanın liqa mərhələsi təmin ediləcək. Sabahı dartıb çempion etdilər, hakimlərin hesabını oldu deyənlər. Ağzınızı yumun, ürək bulandırmayın. Hər şey göz qabağındadır. Sabah bizim Avrokubok həyəcanımızı ən azı dekabra qədər uzatdı.